Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Asfalt yolunun düz kənarında belə bir 4 otaqlı, bütün növ tikinti keyfiyyətlərinə riayət olunaraq inşa olunmuş əla bir həyət evi çəkib göstərəm. Paket Kucalı evdə dövlət ipotekasına yaralıdır. Qanuni 4 otaqlı evdə 13-14 daş kürsü üzərində inşa olunub. Kisotdadır. Masazırda Cantəpədə yerləşir. 142 nömrəli marşrut yolunun məktəbin düz yanında, asfalt yolun kənarında. Evin xarici görünüşü belədir, hörmətli izləyicilər. Panoraması birbaşa şəhərədir. Deməli, qarşıdan görünən kürsü 5 daşdır. Buradan arxa tərəfə, aşağı tərəfə görsüz pilləkən qoyulub. İndi zirzəmi sahəsində sizə göstərəcəm. Bütün otaqların alt hissəsinə keçid qoyulub, dəyərli izləyicilər. Belə bir zirzəmi hissəsi, zirzəmi içinə qədər suvanılıb görürsünüz. Yəni, çox hündür bir yerdir, çox hündür. Əlavə əşyalarınızda bu hissəyə sərbəst şəkildə yığa biləcəksiniz. Bu hissəni də sizə göstərirəm ki, məlumatlı olasınız. Həyətyanı sahəni görürsünüz, asfalt yolun düz kənarındadır, hörmətli izləyicilər. İşıqlandırmasından tutmuş bütün incələr düşünülüb. Paket Kucalı dövlət ipotekasına yararlı evdir. Məktəbin bağçanın düz yanındadır. İndi Cantəpənin ən hündür ərazisidir. Darvazanın düz ağzından marşrut keçir və asfalt yoldur. Cantəpənin ən hündür ərazisidir. Kombo aparatı burada quraşdırılacaq. Gəlin daxil olaq evin daxilinə mən sizi tanış edeyim. Evin ölçüsü 100 kvadrat metrdən ibarətdir. Qanuni 4 otaqlı evdir. Giriş isə bu qaydadadır. Girişdə solda yerləşir evin mətbəx sahəsi, qaz xətti mətbəxə daxil edilib. Evin qiyməti 105 min manatdır. Ərazinin ən ucuz 4 otaqlı evidir və kürsülü evdir. Əksər alıcılar bir mərtəbəli 4 otaqlı ev istəyir. Baxın, bu da həmin təkliflərdən biri. Burada haradasa 25-30 kvadrat metrlik bir zal hissə mövcuddur. Baxışı evin öz həyətyanı sahəsinə baxır. Belə bir zal hissə. Açıq rənglərdən istifadə olunub təmir zamanı 50-nin 50 təməl üzərinə tikilib, əvvəldən axıra qədər cüt kubiklə və mərtəbənin yekununda beton kəmər atılıb. Gəlib istənilən alıcı ustası mütəxəssisini gətirib evi yoxlatdıra bilər. Bura sanuzel. Sanuzel istipolla təchiz olunub. Bura yataq otaqlarından biri. Ölçüləri çox əladır. Evin ilkin qiyməti 105 min manatdır. Padvalın zirzəminin hündürlüyünü də gördünüz. Əlavə əşyalarınızı da o hissəyə rahat şəkildə yığa bilərsiniz. Bura ümumilikdə 3-cü otaq və bura 4-cü otaq. Qiyməti 105 min manat. Masazır Cantəpə ərazisi şəhərə olduqca yaxın ərazidir. Qapının düz ağzından marşrut avtobus keçir. Məktəbi bağçası, marketlər hər biri piyada məsafədədir. 142 nömrəli marşrut birbaşa 20 var metro stansiyasına hərəkət edir. İndi axşam olduğundan göstərə bilmirəm. Evin qarşısından panorama birbaşa şəhərədir. Heydər prospektinə, Koroğlu metrosuna kimi bütün əraziləri görür. Daha sonra nə vurğulayım sizin üçün? Deməli, Cantəpə ərazisi Masazırda, deməli, Xırdalan dairəsinin 100 binəqət tərəfi keçdiyidir. Respublika qaysinin keçdikdən sonra sol tərəf Cantəpə ərazisidir. Yaxınlıqdan da düz darvazanın ağzından da 142 nömrəli marşrut keçir, 20 yanvar hərəkət edir. Ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.